Bizim bu gördüyümüz nümayəndəlik Beyləqan rayon icra hakimiyyətinin nəzdində olan Şərq qəsəbəsində olan nümayəndəlikdir. Biz lakin bura gəldik. Nahardan sonra da ardasa bir saat 4 olar. Yəni burada belə bir vəziyyət. Qapıda kilit. Boş otaq, yəni bu gündənə. Nümayəndəlik ikinci səfərdə gəlirik yerində yox. Burada da belə bir vəziyyət. Boş otaq. Nümayəndəliyə də zəng edirik. Zəngimizə baxan yox. Hər iki qapının ikisində də qıfıl. Bu da nümayəndəliyimizin otağı. Qapı da bağlı. Görürsən bu iş vaxtı nümayəndəlik hardadır? Həmin bu nümayəndəliyin də baxılası olacaq kəndin bir dənə abidə kompleksi var. Yəni həm birinci Qarabağdan, həm də ikinci Qarabağdan olan şəhidlərimizin olan abidə kompleksi var. İndi mən onu da sizə çəkib göndərəcəm. Biz dünən yox, İsrəndə həmin o abidə kompleksinin qarşısında olduq. Oradakı, yəni biz çirkli bir vəziyyəti gördük. Ot basmış vəziyyətdə olan abidə kompleksi, həm də içində əlavə müxtəlif butulka tullantıları, kağız tullantıları, yəni və s. başqa tullantılarla rastlaşdıq. Biz həmin orada çəkiliş edən bir vaxtı orada şəhidimizin atası gəldi, bizdən xahiş elədi ki, bəs mənim xətrimə bu çəkilişi dayandırasınız. Həmin o şəhidimizin atası Təyyar müəllimin, yəni biz xahişi ilə həmin o çəkilişi biz efirə vermədik. Lakin bu boydana əziyyətimizə baxmayaraq icra nümayəndəsi bizim zəngimizə cavab vermək istəmir. Niyə, amma bilmirəm.